Koç burcu 24 oktyabr 2025-ci il. Əgər bugün vacib bir qərar vermək lazım gələrsə, bunu başqalarının məsləhətlərindən çox öz intuisiya və düşüncənizə əsaslanaraq edin. Əvvəllər sizə düzgün məsləhət verən insanlar belə bu dəfə sizə ən doğru yolu göstərə bilməyə bilər. Xüsusilə bu romantik münasibətlərə aiddir. Bu sahədə vəziyyət bir qədər qarışıq ola bilər. Necə davranmalı olduğunuzu yalnız siz düzgün müəyyən edə bilərsiniz. Bugün emosional baxımdan yorucu keçə bilər, amma bu ünsiyyətdən qaçmaq üçün səbəb deyil. Sadəcə ətrafınızı sizə xoş olan insanlarla əhatə edin. Tez-tez sizi tənqid edən insanlardan uzaq durmaq isə daha məqsədə uyğundur. Çünki onların sözləri əhvalınızı uzun müddət korlaya bilər. Boğa burcu 24 oktyabr 2025-ci il. Hər hansı bir problemi, hətta ən kiçiyini belə həll etmək üçün bu gün çox enerji və vaxt sərf etməli olacaqsınız. Qarışıqlıq, tələskənlikdən qaçmaq da asan olmayacaq. Nizam-intizamı sevən, ardıcıl hərəkət etməyə öyrəşmiş balıqlar buna görə əsəbləşə bilərlər. Əgər detallara diqqət etsəniz, köhnə tanışların məsləhətlərinə qulaq assanız, günün mənfi təsirlərindən qaça biləcəksiniz. Ailə daxilində gərginliklərin qarşısını almağın ən yaxşı yolu isə yumor hissiniz olacaq. Zarafatçıl yanaşmanız sevdiyiniz insanlarda da müsbət təsir edəcək. Əkizlər burcu 24 oktyabr 2025-ci il. Bugün tez hərəkət etmək vacibdir. Çünki bir çox şeyin sizin qərarları nə qədər sürətlə və düşünmədən verə biləcəyinizdən asılı olacaq. Yeni vəziyyətlərdə çevik davranmaq isə üstünlük qazandıracaq. Xüsusilə məsuliyyətli olmağa öyrəşmiş əkizlər bu sahədə özlərinə əla göstərəcəklər. Günün ikinci yarısında gələn xəbərlər sizi və yaxınlarınızı sevindirəcək. Ehtimal ki, planlaşdırılmamış bir səfərə çıxmaq lazım olacaq. Bu səfər çox xoş keçəcək. Sevdiyiniz insanla birlikdə səyahət etsəniz, bugün daha da yadda qalan olacaq. Xərçəng burcu 24 oktyabr 2025-ci il. Bugün romantik görüşlər, sevdiyiniz insanla səmimi söhbətlər və ya ikilikdə maraqlı bir səyahət üçün əla gündür. Dostlarla ünsiyyət isə xoş təsir bağışlayacaq. Çox maraqlı məlumatlar əldə edəcəksiniz. Faydalı işlərə gəlincə, burada diqqətinizi toplamaq çətin olacaq. Siz tez-tez fikrinizi başqa mövzulara yönəldəcək. Başladığınız işi sona çatdırmaqda çətinlik çəkəcəksiniz. Buna görə də böyük layihələrə başlamazdan əvvəl 2 dəfə düşünün. Kiçik, amma xoşagəlməz maliyyə itkiləri və uğursuz alışlar mümkündür. Şir burcu 24 oktyabr 2025-ci il. Bugün aktiv istirahət üçün çox münasibdir. Əgər dostlarınız sizə qoşulursa, gün həm enerjili, həm də əyləncəli keçəcək. Səyahət edən şirlər üçün bugün parlaq və yadda qalan olacaq. Yolda maraqlı tanışlıqlar mümkündür. Romantik macəralar da istisna deyil, amma onların ciddi davamı ehtimalı azdır. İşdə uğur qazanmaq mümkündür, amma diqqəti toplamaq əvvəlki günlərə nisbətən daha çətin olacaq. Əgər yanınızda sizi ruhlandıra biləcək etibarlı köməkçilər olsa, başladığınız işi sona qədər çatdırmaq daha asan olacaq. Qız burcu 24 oktyabr 2025-ci il. Bugün uğur qazanmaq üçün şansdan çox öz gücünüzə və bacarığınıza arxalanın. Gün asan keçməyəcək, amma qarşılaşdığınız çətinliklərin öhdəsindən gələ biləcəksiniz. Yetkin və təcrübəli qızlar bu vəziyyətlə daha rahat baş edəcəklər. Gənc qızlar isə düzgün məsləhət üçün kimə müraciət etməli olduqlarını düşünməlidirlər. Əgər bugün vacib görüşləriniz varsa, çalışın ki, gecikməyəsiniz və görünüşünüzə xüsusi diqqət edirin. Bugün çoxları sizi zahiri görkəminizə görə qiymətləndirəcək. Ona görə də yaxşı təəssürat yaratmaq üçün fürsəti qaçırmayın. Tərəzi burcu 24 oktyabr 2025-ci il. Bugün nə işə başlasanız, uğur qazanmaq ehtimalınız yüksək olacaq. Buna görə də vaxtınızı əhəmiyyətsiz işlərə sərf etməyin. Diqqətinizi vacib məsələlərə yönəldin. Maliyyə çətinlikləri yaşayan tərəzilərin onları həll etmək və ya ən azı vəziyyəti yaxşılaşdırmaq şansı olacaq. Digərləri isə uğurlu alış-veriş edə biləcəklər. Axşam dostlarla, qohumlarla, sevdiyiniz insanla görüşmək üçün çox münasib vaxtdır. Özünüzü təhlükədə saxlamaq isə məsləhət deyil. Bu sizi kədərləndirə bilər. Əqrəb burcu 24 oktyabr 2025-ci il. Bugün həm çətinliklər, həm də yeni imkanlar gətirəcək. Əvvəllər səhv etmiş, lakin bu səhvləri düzəldib nəticə çıxarmış əqrəblər vəziyyəti daha asan idarə edə biləcəklər. Digərləri isə bugün təcrübə qazanacaqlar. Bəlkə də xoş olmayan, amma faydalı bir təcrübə. Yaxınlarınız və dostlarınız bəzən sizin narahatlıqlarınızın səbəbini anlamaya bilər. Dəstək almaq istəyirsinizsə, vaxt ayırıb hər şeyi izah edin. Sevdiyiniz insan isə sizi başa düşmək üçün çox sözə ehtiyac duymayacaq. Oxatan burcu 24 oktyabr 2025-ci il. Hətta ən səbirli və mehriban oxatanlar üçün də bu səhər əsəbləri idarə etmək çətin olacaq. Sizə elə gələ bilər ki, hamı bilərəkdən sizi qıcıqlandırır. Amma bu sadəcə anlaşılmazlıqdan irəli gəlir. Gün ortadan sonra vəziyyət düzələcək. Günün ikinci yarısında harmoniya bərpa olunacaq. Bəziləri isə yeni dostlar və müttəfiqlər qazanacaqlar. Ailədə xoş hadisələr mümkündür. Bəlkə də evdə kiçik bir bayram keçirmək üçün səbəb yaranacaq. Sevdiyiniz insanla görüş çox uğurlu olacaq. Amma ilk dəfə görüşənlər üçün bu təəssürat bir qədər zəif ola bilər.
Oğlaq Bürcü 24 oktyabr 2025-ci il. Bugün siz çox faydalı işlər görəcək. Təkcə özünüz üçün deyil, ətrafınızdakı insanlar üçün də yararlı olacaqsınız. Vacib məsələləri həll etməyə, xırda amma diqqət tələb edən işləri görməyə vaxt tapacaqsınız. Dostlarla görüşlər də xoş keçəcək. Bəzi oğlaqlar gözlənilmədən dəyərli və sevindirici hədiyyələr ala bilərlər. Səyahətlər planlaşdırmısınızsa, yolda kiçik gecikmələr və anlaşılmazlıqlar mümkündür. Amma bunların öhdəsindən tez gələcəksiniz. Ümumilikdə gün müsbət və məhsuldar keçəcək. Dolça Bürcü 24 oktyabr 2025-ci il. Səbirli olun. Bugün hadisələr gözlədiyinizdən daha ləng inkişaf edə bilər. Ətrafınızdakı insanlar o qədər də çevik olmayacaq. Onları tələsdirsəniz mübahisələr yarana bilər. Bəzi köhnə planları reallaşdırmaq mümkün olmayacaq. Amma improvizə etməli olacaqsınız. Amma bu sizin üçün problem olmayacaq. Bu vəziyyətdən yaradıcılıqla çıxacaqsınız. İnsanlarla münasibətlərdə bir qədər gərginlik hissi ola bilər. Amma bugün təhsil, yaradıcılıq, zehni fəaliyyət üçün çox münasibdir. Evin yenilənməsi və ya dizayn işləri ilə məşğul olan dolçalar üçün bugün uğurlu olacaq. Balıqlar Bürcü 24 oktyabr 2025-ci il. Bugün sakit və uğurlu keçəcək. Böyük dəyişikliklər olmasa da, ümumilikdə vəziyyət sizi razı salacaq. Bəzi balıqlar əvvəllər buraxdıqları səhvləri düzəldəcək. Bəziləri isə uzun sürən incikliklərə son qoyacaqlar. Gələcəklə bağlı çox düşünənlər isə nə istədiklərini, buna necə nail ola biləcəklərini aydın anlayacaqlar. Ailəvi tədbirlər və görüşlər uğurlu keçəcək. Əvvəllər ailə daxilində yaranmış narazılıqlar tamamilə aradan qalxacaq. Sevdiyiniz insan sizə ruhlandırıcı bir xəbər verəcək və bu əhvalınızı xeyli yaxşılaşdıracaq.